s.ə.v-in zövcələri niqablı olub, yoxsa hicablı? Niqablı. Niqablı olub. Çünki ayə nazil olanda, qardaşlar, hicab barədə ayə. Hətta üzlərini bağladılar. İndi bəzi o savadsızlar, sındıq-mındıq çıxır, deyir ki, hicab yoxdur Quranda. Hicab yəni boyun, boğaz örtülməyi. Qardaş, bu ayələr nazil olanda hicab barədə sən dediyin ki, boyun boğazla bağlanmalıdır. Ərəblərə, ərəb dilində, ərəblərə nazil olanda onlar hətta üzlərini bağladılar. Yəni sən onlardan daha fəhmlisən, ərəb dilində, sən heç ərəb də bilmirsən. Yəni gör nə günü yaşayırıq, gör necə insanlar görürük. Və problem biz nədir? Ona qulaq asanlar var. Adam ona hələ adamlara qulaq asanlardan təəccüblənir. Ən azından onlar bir oturub düşünsələr ki, bu adam ərəbcə bilmir. Hətta ərəbcə bilsə belə. Gəlin baxaq, demirsən belə. Gəl baxaq, bu ayə nazil olanda xalis ərəb dilidir, təmiz Quran. Və xalis ərəblər idi, Qureyş. Məkkəlilərlə, mühacirlərlə, ənsarlar, Mədinəllər. Xalis. Görək, bu ayə nazil olanda necə tətbiq elədilər? Sən deyən kimi, yoxsa başqa cür? Din odur. Ona görə İmam Malik, rahiməhullah, Mədinə alimlərindən biri idi. Hərdən elə məsələlər çıxırdı, məsələn, ixtilafdır, tərcih eləmək istəyirdi. Çətinlik çəkəndə çıxırdı, baxırdı Mədinə əhli, bu əməli necə eləyir? Mədinə əhli. Və onlara baxıb tərcih eləyirdi. Tərcih, yəni, daha səhih, daha güclü rəy görürdü onu. O cür deyirdi. Hətta Mədinə əhlindən baxıb İmam Malik, rahiməhullah, tərcih eləyirdi rəyi. Ona görə, əgər sən deyirsən ki, belə, gəl baxaq. Orada adi bir sualdır. Gəl baxaq. Bu ayə nazir olanda, hicab barədə, namaz barədə, dua barədə, başqa, onlar necə əməl ediblər? Yəni, burada, ya sən onlardan ağıllısan, bu mümkün deyil. Ola bilməz. 14 əsamı belə desin, bir də ağıllı çıxsın, bir də cüvallağı başlasın belə-belə şeylər danışmağa. Aydındır. Allah sizi olsun. Təşəhhüddə dua edəndə əlləri qaldırmaq lazımdır, yoxsa necə? Namaz içində təşəhhüddə yəni? Yox, əlləri qaldırmırsan axı.